halda bu qədər duya bilmədiyim üçün bu qərara gəlməkdə yəni müəyyən qədər haqqım var da. Yəni bilməyən adam həmişə haqlı olur, yəni belə desək. Deyir ki, ney kimi hərdəm ki bəzmi vəslini yad eylərəm. Yeri gəlmişkən ney də onun ah naləsi Mövlana'ya görə nədən ibarətdir? O qamışlıqdan deməli kəsilib deməli ayrı düşdüyünə görə başlayır kədərli əhvalatlar danışmağa. Necə ki insan ələst aləmindən, ruhlar aləmindən, Tanrının huzurundan bu dünyaya imtihan üçün gəlir və başlayır deməli kədərli şeirlər yazmağa, kədərli ömür yaşamağa. Yəni imtihan insan üçün kədərdir. Yəni öz yarından, öz Rəbbindən, öz yaradılışından uzaqdakı imtihan günlərini, məsələn Füzuli onu ruzi şəbi hicran deyir Füzuli ona. Füzuli ömrə şəbi hicran deyir. Şəbi hicran yanar canım, tökər qan çeşmi giryanım. Yəni onu hicran dəqiqələri kimi dəyərləndirirlər. Yəni bu mənada indi görün Füzuli həmin ney simvoluna necə münasibət göstərir. Ney kimi hərdəm ki bəzmi vəslini yad eylərəm. Bəzim məclisli, vəsil vüsaldır. Vüsal məclisini ki yada salaram, ələst aləmi sənin huzurunda olduğun məqamları yada salaram. Ta nəfəs vardır quru cismimdə fəryad eylərəm. Ney kimi hərdəm ki bəzmi vəslini yad eylərəm. Ta nəfəs vardır quru cismimdə fəryad eylərəm. Neyin də içindən nəfəs gəlib gedir. Qarğı, qamış da quruyandan sonra ondan neyi düzəltmək olur. Eyni zamanda Füzuli də deyir ki, mən bu arıqlamış cismimdən nə qədər ki nəfəs gedib gəlir, insanın içindən də nəfəs gedib gəlir də. Nə qədər nəfəs gedib gəlir, mən sənin həsrətinlə ah nalə eləyəcəm. Təkrar eləyirəm. Ney kimi hərdəm ki bəzmi vəslini yad eylərəm, ta nəfəs vardır quru cismimdə fəryad eylərəm. Başqa bir beytində isə deyir ki, nalədəndir ney kimi avazı-i eşqim bülənd, nalə tərkin qılmazam, ney tək kəsilsəm bəndi bənd. Burada bir idiomatik ifadə ilə də zarafatlaşır. Deyir ki, məni tikə-tikə doğrasalar da, bənd-bənd kəssələr də filan şey eləmərəm. Yəni mümkün deyil də bu mənada və üstəlik neyi də ümumiyyətlə düzəltmək üçün qızdırılmış bir dəmirlə onun bəndlərini ehtiyatla deşirlər və deyilənə görə o qızmış dəmir əgər o divarlarına dəysə ney lazımı səsi verməyəcək, gərək toxunmasın. Ustalıqla onun o bəndlərini bir-bir deşirsən ki, hava rahat işləsin. Bunu həmin bu deməli adi bir ustalıq hadisəsini də götürüb məsələn idiomatik ifadə ilə bir yerdə necə gözəl poetik bir nəticəyə varıb. Bir də deyirəm. Nalədəndir ney kimi avazı-i eşqim bülənd, nalə tərkin qılmazam, ney tək kəsilsəm bəndi bənd. Yəni mən özüm bir yana, mənə elə gəlir ki, Mövlana Azərbaycan dilini bilsəydi və bu şeirləri oxusaydı Füzuliyə əhsən deyərdi. Məncə biz də əhsən deyək. Ruhu şad olsun, sağ olun.